Sizi salamlayıram. Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Nəsrin qəhrəmanı Mehman Hüseynov yayımızdadır. Öncə Mehmanı bir salamlayaq. Hoş geldiniz. Beğenin, paylaşın. Bugün biz fərqli bir söhbət eləyəcəyik. Bu dəfə bizim qəhrəmanımız var və buradan da salamlayırıq. Vilayət Eyvazov, Vilayət Elkocur. Necədir qardaş? Yaxşıdırmı? Bir bax gör, mənə xəbər elə, yayım necədir? Səsimiz adı yaxşı gəlin, bax gör. Dəyərli həmvətənəm, səsimiz necə gəlir? Zəhmət olmasa yazardınız. Bir an baxaq, yoxlayaq. Mən çünki hər sənət bu proqramdan çıxmıram. Səsimiz necə gəlir? Xahiş edirəm, yazardınız. Super, harika. Əla. Allah. Mehman bəy, sizin mövzunuz var, amma istəyirəm efir qızışanda deyəsiniz o mövzuları, ona toxunasınız. Bilirəm, Vilayət Eyvazov, polislər hər cürə uğraşdıq, cındırıq eləyirlər. Amma elə təzə başlayıbdır. Yəqin ki, canavar kimi adamlar paylaşacaqlar bu efiri. Bütün hamıdan xahiş edirəm paylaşsın və dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, doğrudan da həqiqətən dəhşətli situasiyalarla biz üz-üzə qaldıq bu günləri. Allah göstərməsin. Bir Allah bilir ki, Mehman nə çəkir, mən nə çəkirəm, üzərimizə necə hücumlar var. Bax, pul təklif eləyirlər. Mehmana yaxın getmə. Pul təklif eləyirlər. Qardaş, nə deysən material verirlər. Liş bir alyon ailə olmasın. Ailədən başqa istəyirsən əlin ağıyım, arvadını soyundursunlar, qoysunlar ortaya. Doğru. Yəni vilayət. Yəni bundan bax, görürlər, buna da getmirik. Başlayıb hədəliyirlər. Ay, dəhşətdir, dəhşət. Valla bunu dildən demək mümkün deyil, bunu gərək görəsən. İndi mən Mehman bəy, biraz baxışsa istəyirəm, qalxaz sən o gözəl temalara toxunasan, amma mən bir neçə sual verəcəyəm sənə və xahiş edirəm bu suallara bir balaca, necə deyərlər, daha dəqiq cavab verməyə çalış. Çünki bəziləri belə də mənlə səni üz-üzə qoymaq istəyirlər. Mehman orada belə danışdı, sənin efirində belə danışdı, səni saymadı, nə bilim, nə. Hər neysə, getdik. Mehman bəy. Bəli. Birinci, burada bir 7-8-10 dənə sual yazmışam. Özümdə qeyd elədim ki, ardıcılıqdan verim, yəni. Deməli, gördünüz ki, bugün polisləri döydülər, ona birazdan, indi üstündən keçərək cavab verərsiniz. Mən ermənilərə gətirib çıxartmaq istəyirəm söhbəti. Ermənilərə iş verdilər, ömürlük, nə bilim, nə. Gündəmi salmaq üçün əllərindən gələni əsirgəmirlər. Mehman bəy, gündəmi sala biləcəklərmi? Gündəmi salmaq üçün neynəməldilər? Pazdan çıxardarlar. Bəlkə bu boyda əziyyət çəkməkdən eləsən, kasetini yayımlasınlar, söhbət ölsün. Sən yenə başladın kaset. Qardaş, sənə maraqlıdırsa mənim performansım, denən səni bir qardaş yana göndərib bir bax. Bax rahatdan. İndi məsələ bizə nədir? Həqiqətən də İlham Əliyev gündəmi dəyişə bilmir. Gündəmi cəhd eləyir dəyişməyə və indi ona qayıdacağıq. Amma məsələ o ki, biz İlham Əliyevə zərbəni vurmuşuq. Yəni, bundan sonra gündəmi dəyişmək istəsə, dəyişə bilsə, o ləkə onun üzərində qalıb. Bugün deməli, deməli, hökm oxunub və gördünüzmü, Azərbaycan mediası yayıb ki, ay nə bilim, İlham Əliyev qisası aldı, ömürlük verdi, ay nə bilim nə. Sənə bir şey deyim. Yadda saxla, bu ömürlük alan, ömürlük hökmü alan adamlar bizim öz siyasi məhbuslarımızdan daha tez azadlığa çıxıb evə gedəcəklər. Necə ki, İlham Əliyev. Bəli, mən bu günləri məlumat aldım. Mart ayında o ömürlük alanlar hamısı Mart ayında buraxılacaq. Necə ki, demişdim ha, dekabrda, noyabrda, yanvarda buraxılacaq, ya ilin sonu, ya ilin əvvəli. Mən deyən oldu mu? İndi bunlar da Mart ayında buraxılacaq. Buyurun. Tarixi mən bilmirəm, amma mən bir şey bilirəm ki, Xocalı soyqırımını törədən Vacif Xaçaturyanı evinə yağ balla evinə yola salan, cibinə pul basan İlham Əliyev idi. İlham Əliyev bu millətə xəyanət elədi. İlham Əliyev Xocalı soyqırımında
qurban olan ailələrə xəyanət elədi. O Vacif Xaçaturyanın məhkəməsinə gələn Azərbaycanlılar var idi. Deyirlər ki, Vacif, səni İlham Əliyev çöktürəcək, səni həbsxanada məhv eləyəcək səni. Səni məhv eləyəcək. Bax, o ailələri indi yığmaq lazımdır və demək lazımdır ki, görürsünüzmü? İlham Əliyev Vacif Xaçaturyanı məhv eləmədi. O bu xalqı məhv eləyir. Niyə mən bunu deyirəm? Bugün bildiyiniz kimi mənə bir video ötürüldü. Video Maçdağa xəstəxanasından idi. Deməli, psixiatrik klinik xəstəxanadan və orada bir qazimizi polis şapatlayır, döyür, işgəncə verir. Təsəvvür eləyin, bax bu videonu mənə çəkiblər, mənim mənbəm, deməli, həmin o xəstəxanadan çəkib göndər. Buna baxın. Baxın. Bu bizim polisdir. Bu bizim polisdir. İlham Əliyev gəlininə görə o Odessada məşhur sosu da o sosu. Pozğun gəlininə görə polislərə tapşırıq verib ki, Vilayət Eyvazov tapşırıq verib ki, mənim gəlinimi gündəmdən çıxartmaq üçün gedin, qazini tutun, şalvarını çıxardın, zorlayın və videosunu çəkin və ötürün mətbuata. Təsəvvür edirsiniz, bu İlham Əliyev necə xəstə adamdır. Bir gəlininə görə bir qazini Qarabağı azad edən şəxs, görürsünüz necə döyür, alçaldır. Mehman Və bəy, bu bir nəyə üzr görə? istəyirəm. Çox- İlham Əliyev çok- Ali ona söz gəlinini gündəmdən çıxartmaq üçün. İndi Mehman bəy bir şey deyim sizə. İndi bunu yaymalı şey eləmədilər. Axşama yaxın polis belə bir bəyanat verdi ki, güya qazi döyülmüş, rahat olun. Belə deyək, lap yalan deyirik, qazi döyül. Qazi olmayanı belə döyərlər. Sonra da deyir, narkotik satıbmış, alıbmış. Narkotik satanı da belə döyərlər. Savunması insanı belə döyərlər. İlham Yəni, Əliyev həmişə Mehman bəy, deyirdi ki, mənə siqnal verin. Mən birinci belə siqnalla başlamışdım da. Bip, bip, bip. Sonra gördüm ki, bu siqnal çatmır. Bəlkə paravoz siqnalı verək ona, nə siqnalı verək? Və maraqlısı bilsən nədir? Daxili İşlər Nazirliyi yayıb ki, polisləri də cəzalandıracağıq və s. Amma İlham Əliyev bu biabırçılığa münasibət bildirməyib. Mən bilsən nəyi düşünürəm? Mən düşünürəm ki, necə ki bizdə İlham Əliyevə qarşı kasetlər var, bu gədədə də bunda, Vilayət Eyvazovda İlham Əliyevə qarşı kasetləri var. Ona görə də İlham Əliyev polislərə söz deyə bilmir, polislərdən qorxur, Vilayət Eyvazovdan qorxur. İlham Əliyev artıq prezident kimi özünü aparmır. Gəlini ortaya çıxır, səsini, dilini qattalayıb, soxub içinə. Qaziləri polis işgəncə verir, tumanını çıxardır, şalvarını çıxardır. Qazinin şalvarını çıxardır ki, gündəmi dəyişmək üçün. Yenə də İlham Əliyev susur. Gündəmi dəyişə bilməyəcəklər Mehman bəy. Gəlin bilim, mən hər dəfə danışıb qurtarandan sonra səsi bağlayıram, çünki sizin səs daha aydın olur onda. Və Mehman bəy, bəlkə bunların başı yoxdur da, bunların başı eşşəyin şeyinin başı, bu bizim o nazirlərin deyək. Bəlkə bunlara bir yol göstərəsən, bu gündəmi nətər bağlaya bilərlər, bir kömək eləyəsən bunlara. Gündəm çox rahat. Gündəmi bağlamaq üçün İlham Əliyev müşavirə keçirməlidir. Müşavirədə yenə deyirəm ki, bütün telekanalları çağırmalıdır, deməlidir ki, canlı yayım açın. Müşavirədə Kamran Əliyev, Vilayət Eyvazov, Əli Nağıyev, Ceyhun Şadlinski bütün güc strukturları yığır və deyir ki, efirdə Əli Nağıyev, sən vətənə xəyanət elədin, sən mənim ailəmə xəyanət elədin, sən buna görə həbs olunursan, cəzalanırsan və mən ictimaiyyətdən, xalqdan üzr istəyirəm ki, Odessadan bir soskanı gətirdim, bu ölkənin başına qoymaq istəyirəm. Yəni, üzr istəməlidir ki, bir soskanı gətirib bizə
xalqa soxuşturmaq istəyib. Bu baş verməyəcək. Getsin öz ölkəsində, öz evində birinci xanım olsun, vitse-prezident olsun. Amma Azərbaycanın taleyini həll eləyən şəxs Alyona Qonçar olmamalıdır. Biz buna imkan verməməliyik və mən düşünürəm ki, buna imkan verməyəcəyik. Mehman bəy, deməli bayaqları siz dediniz o xalqın gündəmi zəbt eləmək üçün İlham Əliyevə Müzəffər Ali Baş Komandan yenə də obraz yaratmaq üçün öncə dəyərli həmvətənim, sizdən hamınızdan xahiş edirəm. Hamınızdan xahiş edirəm, efirlər vurulur. Rayonlarda Sumqayıt kimi, Bakı kimi yerlərdə bir gündə 6 dəfə işıq keçirilir. Üstəlik də bizim yayın vaxtı keçirilir. İlham Əliyev qəti tapşırıq verib, birazdan ona qaydacağıq. Mövzu genişdir, çox dəhşətli məqamlara toxunacağıq. Sizlərdən xahiş edirəm ki, bəyənin, paylaşın. Elşad Məmmədov Mağara Media rəhbərinə xüsusilə təşəkkür edirəm ki, yayımıza qoşulmağa o dəstək oldu. Mən başım çıxmırdı. Yəni bir balaca problemə ilişmişdik, necə deyək, texniki problemə. Elşad bəy təşəkkür edirəm. Bundan əlavə Mehman bəy dedi, amma mən buna bir əlavə eləyim. Ruben Vardanyan Rusun adamıdır. Arayik Harutyunyan Rusun adamıdır. Bunlar Paşinyana lazım deyil. Paşinyana heç onu versələr də Paşinyan götürməz. Dəlidir Allah paz axtarır Paşinyan, hələ seçim qabağı. Ona görə dəyərli həmvətənim, İlham Əliyevi pis günə qoymuşuq. Hələ mən yadıma gəlmir hansı ildə, neçənci ildə bu qədər trol tökülmüşdü. Yüzlərlə, minlərlə. Əlin Ağayev ağır durumdadır. Əlin Ağayev pis vəziyyətdədir. İndi Mehman bəydən daha bir neçə maraqlı məqamlara toxunmasını istəyəcəm. Mehman bəy, hansı siz özünüz bilirsiniz ki, bu işin axırı ölümdür? Mehman bəyə bir dəstək amacı olaraq mən də bir öz sözümü deyim ki, Mehman bəy, bu açıqlamalar ki, oldu bu Alyona bir həftə 10 gündür. Bu hansı zamandır bilirsiniz? Xəbəriniz varmı İlham Əliyev nə gündədir? Xəbəriniz varmı Epstein cinayətə iş açıldı İlham Əliyev Epstein? Xəbəriniz varmı Avropa, Britaniya İlham Əməlidir? Xəbəriniz varmı ki, İlham Əliyevin adı, Azərbaycanın adı Epstein cinayətlərində yüzlərlə dəfə keçir? Xəbəriniz varmı ki, İlham Əliyev bu gün də getdi, üzünə heç kim baxmırdı, Netanyahu ilə salamlaşmaqdan İlham Əliyev, bütün Türkiyə İlhamın üstünə gəlir. Daha Lütfi Topalın ölümündən tutun, dəyərli həmvətənim, İlhamın Kürt kimliyindən tutun, cinayət PKK ilə əlaqələrinə hər şey ortaya qoyurlar. Türkiyə İlham Əliyevi sökə-sökə gedir. Baxın, ölkə daxilində İlhama ən ağır baskı var. Ən ağır. Hələ Avropa qərar verdi ki, sən subut eləməlisən, hətta Podsovet məkanına belə yanacaq satanda subut eləməlisən ki, sən bu Rusun yanacağı qazı deyil. İlham ağlar günə qaldı. Həm xaricdən, həm daxildən. Mehman belə vaxtı bu kişinin üstünə gedir. İndi sual verəcəm mən. Ay Mehman bəy, sizin arxanızdan hələ birazdan danışacağıq. Arxanızda bəlli bir güclər var ki, bu məlumatı sizə veriblər. Bu ölümlə bitəcək bu söhbət. Ya siz öləcəksiniz, ya Əliyev öləcək. Yaxşı, bu tam qələbə qazanmaq məsələsi var. Bunu arxanızda olan güclər də düşünməlidir və siz də. Necə düşünürsünüz? Sizi yarı yolda qoyarlarmı? Onlar barışarlar. İlhamla barışarlar, məsələn, deyək ki, ayın 13-ü bizə də üzr istəyirəm. Ayın 13-ü Ramiz Mehdiyev məhkəməsidir. Onların da hamısı ağsaqqal kimi baxır Ramiz Mehdiyevə. Ramiz Mehdiyev, deyələ mən dərhal 4000-i keçdik, baxış sayını qaldırın. Tez, dərhal və dərhal bu sualdan sonra baxış sayına da toxunacam mən. Oradan kısaca bir şey deyəcəm. Biləcəksiniz, mənim efirimlə tər vururlar. Dəyəli həmvətənlər, dəyəli soydaşlar. Mehman bəy bizə desin görək. Bunun arxasındakı güclər bunu yarı yoldan qoyacaq. Sabah İlhamla barışsalar, Alyona da zaten əlindən o verdiklərini də alıb qaytarsalar bəylərə. Mehman Hüseynovu 11 metrəyə mi qoyacaqlar? Yəni, axıra kimi bu qələbə, bu əvvəllər nəzərə alaq ki, bu məlumatı verən elə belə deyil. Bizi xalqımızı o qədər də sevənlər deyil. Bizim xalqımızı bəylərlər ola bilər, Kürt mafiyası ola bilər, nəm Ruslar ola bilər. Hamısı bizim canımızı, şprisdən qanımızı çəkən olubdur bunlar. Yəni, dəyərli vətənlər, Mehman bəy indi bunu bilir, bu kimdir, nəçidir. Yəni, qardaş, bizi axıra kimi apara biləcəksənmi, yoxsa yarı yolda Mehman yoxa çıxdı, həyatı təhlükə var idi və salam. Leyliyə gəlmədi, Arzuya gəlmədi. Biz Arzunu gözləyirik, Leylanı gözləyirik. Buyurun.
Gözəl mövzulara toxundun. Mən düşünürəm ki, burada biz mənə bu məlumatları kim ötürür, mənlə kim ünsiyyət qurur, o şəxsdən çox. Son günlər bilirsən nə baş verir? Bax, misal üçün Məşdağadan video ötürüblər, xəstəxanada necə polislər deməli qazini döyür, qazini alçaldır. Yenə də 4000 adam var. Yəni bildirmək istəyirəm ki, bu gün biz video yaymışıq. Polis necə alçaldır Qarabağı azad edən qazini. Və məsələ budur ki, insanlar tərəfindən artıq bizə lazım deyil ki, bu hansısa klanın mənbə olsun, hansısa xarici ölkənin kəşfiyyatından olsun. Bizə artıq, Qabil, sadə adamlar, Əli Nağıyevin villasında işləyənlər, Vilayət Eyvazovun villasında işləyənlər və sənə dəhşətli bir məlumat deyəcəm. Hər bir məmurun villasında işləyənlər, İlham Əliyevin ətrafında olan, mühafizəsində olan hər kəs artıq başa düşüb ki, İlhamı bitirmək üçün Mehmana və digər blogerlərə, sənə məlumatlar verməlidirlər. Çünki cəmaət boğaza yığılıb, onun ətrafı boğaza yığılıb, onun adi bələdiyyə sədri belə bu İlham Əliyevin əlindən cana yığılıb. Sadəcə elə bir sistemdədir, tələdən də çıxa bilmir. Sən bilirsənmi bizim Alyona söhbətdən sonra ölkədə nə baş verib? Alyona Qonçar məsələsindən sonra 3 gündür sən bilirsənmi ki? Qadan alın bir dəqiqə. Buna gələsiydik zaten bu söhbətə, bu sual şeyləmiş. Amma bir şey deyim. Elşad Məmmədov Mağara Media rəhbəri ona yaxşı ad qoyubdu. Alyona Qancıqova. Buyurun. Mən də əlavə edirəm. Deməli, bu Alyona Qonçar söhbətindən sonra biz ki efirdə elan elədik ki, sizə pul verəcəyik, bizə məlumatları ötürün. Azərbaycanda Kapital Bank 5-10 min manatdan yuxarı kimin ki hesabında pul var, Kapital Bank bir neçə saatlıq bu əməliyyatları dayandırıb və başlayıb araşdırmağa ki, pullar hardan gəlir, pullar mənbəsi hardandır və başladılar araşdırmağa ki, bu pul bu insanlarda, təsəvvür edirsən, mən adi bir vətəndaşam, kartıma 5000, 10.000 manat yığıb toplamışam, dilənə. Onu Kapital Bank başladı araşdırmağa ki, bu adamların pulu hardandır. Çünki pul olan yerdə, mən demişəm də, İlham Əliyevin ən böyük düşməni puldur. İlham Əliyev pul gördü, o dana qırmızı rəngi görür, o buynuzlu dana olur, hep qırmızı rəngi görsəlsən, dəli olur. İlham Əliyev də elədir. İlham Əliyevə pul, fakt, informasiya olanda o dəli olur. İndi biz ki müraciət elədik ki, bizə informasiyanı verin, pulla alırıq hər şeyi. İlham Əliyev tapşırıq verib ki, 15-10 min manatın kimin ki hesabında var, araşdırın ki, bu pul hardandır, bu pul nə puludur. Bax, belə bir biabırçılıq baş verib. Deməli, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, 5000-dən çox baxışımız var. Çox xahiş edirəm ki, sizlərdən efirin üstünə 2 dəfə tıqqıldadın. Efirimizin maraqlı məqamı indən sonradır. Efirin üstünə, belə ekran üstünə 2 dəfə tık vurmaqla və kanalımıza abunə olmaqla bizə dəstək verə bilərsiniz. Çox şad olarıq. Biz şərəfli insanlardan dəstək istəyirik. Qaldı siz bir dənə hələ bir Mehmanın bir sifətinə baxın, görün. Mehman bu neçə gündə necə arıqlayıb, necə sınıxırdı. Fikir verirsinizmi? Dünənləri təkcə 5 dənə yayımda gördüm. Özü də qırğın gedirdi yayımlarda. Və mən Mehmanın 2 gün öncə bizim efirə qoşulmasını deyirəm sizə. Baxın, subut qoyuram efirə. Mən yalan demirəm. Buyurun, baxın. Dəyərli həmvətənlər, Mehman bizim efirdə olanda, bilirsiniz, İlham Əliyev bunları minir. Mehman bizim efirdə olanda, baxın dəyərli həmvətənlərim, baxış sayı 6000-dən aşağı düşmədi. 32.000, 6.000 arası oldu. Sən bilirsən mi? Qoy sən bir sir açım sənə. Buyurun. Bakıda sən özündə söndür ki, echo gəlməsin. Bakıda bizim efirimizə 32.000 adam baxanda İlham Əliyev gecə ilə prezident aparatına gəlib ki, nə baş verir? Necə bunu
32 min bilsən nə deməkdir YouTube-da? Bu rekorduydu. Bu Əlin Ağayevin qara yuxusuydu, qara günüydü. Biz Qabil, mən deyirəm ki, bütün blogerlər birləşsə, İlham Əliyev çemadanlarını götürüb gecə ilə qaçacaq. Mən sənə bunu deyirəm. O çox qorxaq adamdır, çox zəif adamdır, çox. Deməli, mən bir şey deyim sizə. Bax, sübut göstərirəm. Deməli, Mehman bəy bizim efirdə oldu. Baxın, bəyənmə sayısı 6600, baxış sayı 76000. Baxın. İndi baba budur. Bax, dəyərli dostlar, bax sizə göstərirəm. Bax, sübut edirəm ki, efiri necə vururlar. Baxın, bu bəyənmə 200 minin bəyənməsidir. Baxın, dəyərli həmvətəndaşlar, 6500-dən yuxarı 6600 bəyənmədir və efirin baxış sayısı 76000. Eləmi? Elə. Mehmanla efirə çıxanda baxış sayımız 6000-dən aşağı düşmədi. İndi götürək dünənləri. Bax, mən dünən efirə çıxdım. Hamı da Mehmanın dalından düşmüşdü o biri efirlərdə. Mənim efirimə baxan az idi, 2500, 3000. 3000 arası. Yaxşı, necə olur ki elə? Necə olur ki elə? Mehman, mənim efirim, mən tək danışıram, baxış sayı da minimum həddə olanda mənim yayımım 120 mindən yuxarı olur. Baxın dostlar, baxın, 120 mindən yuxarı olur. Amma 120 mindən yuxarı olan videonun da bəyənməsi 2500 deyil, 2400'dür. 2400'dür. İndi siz anlayırsınızmı ki, Mehmanla mənim çıxışıma reallıqda 250-300 min baxış olmalıydı. Yəni bunu sübut eləyirəm ki, bunlar vururlar efiri. İndi nəyə gəlirik biz? Deməli, Mehman bəy, sonuncu nədən xəbər verdiniz siz? Bunların hakim, bunun üstündə çox durmaq lazımdır. Bu hökumətdə. Deməli, dostlar, qardaşlar, inanın Allaha deyirəm. Əliyev ailəsində qırğındır. Bilmirlər xaricdən vurulan zərbələri qarşısını alsınlar, bilmirlər daxildə olan çaxnaşma. Azərbaycanda hamı Alyona danışır. Mehman Alyona, Mehman Alyona, Mehman Alyona. Həmin bu hakimiyyətin daxilindəki necə deyiləm, qorxu ab-havası, qırğından istəyirəm Mehman geniş danışsın bu danışıqda. Çünki bu xırda danışıq deyil. Həmin mənim artıq Əlin Ağayevə yazığım gəlir. Əlin Ağayev bədbəxt gündədir. Əlin Ağayev yada salsın. Çünki ailənin birbaşa ailənin təhlükəsizliyi, devlətin təhlükəsizliyi deməkdir. Buna Əlin Ağayev başına cavab verir. Demək ki, Əlin Ağayev hələ o posta durursa, mən dəhşətə gələn düşünürəm, bu nə deməkdir? Dahası, birinci əsas ailənin, bir də siz bəyəxları mənə demədiniz, biraz üstünə basa-basa demədiniz ki, sizin arxanızda olan qüvvələr sabah barışığa gedib bizi yarı yolda qoya bilərlərmi? Və dalınla da bu Əlin Ağayev hakimiyyətin içində çaxnaşmadan nə məlumatlar almışsınız? Buyurun. Deməli, Əlin Ağayevin vəziyyəti pisdir. Əlin Ağayev gecələr otaqda yatır, idarədə yatır. Əlin Ağayev həkimlərin nəzarət altındadır. Nəinki Əlin Ağayevin, onun qardaşı Vəlin Ağayev miqrasiyada işləyən, onun da vəziyyəti fırıxdır. İlham Əliyev hər dəfə mən səninlə canlıya çıxanda, Əlin Ağayevi çağırır və onu qapazlayır. İnanırsan sən buna. Hər dəfə bir efir, bir partlayış ortaya çıxanda zəng eləyir ki, gəl. Bilirsən niyə onu deyir? Çünki Əlin Ağayev İlham Əliyevi inandırır ki, cənab prezident, məsələ həll olundu. Bu axırıncı kaseti idi. Bundan o yana yoxdur. Hər həftədə bir kaset çıxır, biri gəlir. Axırda da bu da deyir ki, gəl, kaset çıxdıqca səni qapazlayacam. Vəziyyət dəhşətdir. Mən əminəm ki, sənə bunu da açıqlayım. Mənə bu gün, onu mən açıq deyəcəm, mənə bu gün bu qazinin döyülmə videosunu, polisin qazini döymə videosunu heç şübhə etmirəm ki, DTX və şəxsən Əlin Ağayev ötürüb. Bunu ötürüb ki, Vilayət Eyvazovla göstərsin ki, bax, mənim də əlimdə polisə qarşı var. Çünki biz Əlin Ağayev düşünür ki, ola bilsin ki, Vilayət Eyvazov da oradan paddeşka verir. Qoy qırsınlar bir-birini. Biz amma mənbələri açıqlamayacağıq.
bizim əlimizdə hələ çox şey var. İlham Əliyev sadəcə dərman açsın, ürək dərmanı açsın və bizim kinolarımızı izləsin. Mən eşitdim birazdan mən də məlumat yazmaqdan yorulmuşam bu gün axşama kimi. Bu gün bütün tədbirlərimi ancaq dəhşətli məlumatlar atırlar bizə, deyirlər, yazmaqdan yorulmuşuq. Licbi Alyonadan danışmayın, bunlardan danışın. Mən eşitdim ki, Alyona küsübdür, Heydər Əliyev ümumiyyətcə özünə qəsd eləməyə çalışıbdır. Ki, hansısa ya Alyona, ya Heydər Əliyev qaçıbdır ümumiyyətcə. Bilmirəm, tutub qaytara biliblərmi, gəlibmi? Yəni, Mehriban ümumiyyətcə tüpürüb ailəyə çıxıbdır. Tüpürüb ailəyə çıxıbdır, Mehriban yoxdur. Görürsünüz, tədbirlərdə Paşinyanın yanında arvadı var, İlhamın yanında Mehriban yoxdur, Leyladır. Orada sərdəmxəyal durur. Mehmanın hər dəfə efirinə çıxanda bu qədər insan izləyir, artıq 6000-ə çatırıq. Xahiş edirəm, efirin üstünə tık vurun. Hər dəfə vuranda 7 adamın qabağına çıxır baxış sayımız. Bilirəm, işıqlar söndürüblər, internet söndürüblər, bilirəm, Pegasus cihazlarla təsir edirlər, amma yenə də siz öz qabiliyyətinizi, deyir o, bir qarışqa olur, meşə yanır, ağzında su aparır, bir damcının, nə bilim, 100-də biri qədər. Deyir, Tısbağa soruşur, hara geysən, ay qarışqa, deyir, meşədə yanığını söndürməyə gedirəm bu su ilə, ağzındakı suyun. Deyir, sən o yanığını söndürən zibilsənmi, qayıt geri deyir. Deyir, yanğını söndürənməsəm də safımı bəlli eləyirəm, tərəfimi bəlli eləyirəm. İndi, Mehman bəy, bu ailəni dağıtımısan, hakimiyyəti dağıtımısan, toplantının dalından, iclasın dalından İlham Əliyev minir, hamını darmadağın eləyib ki, neyinirsiniz eləyin, susturun, neyinirsiniz eləyin, qutarın bu söhbəti. Siz də deyirsiniz indi Alyona 4 gələcək. Alyona 4-də nə olacaq? Və Leyla Arzunu biz haçan görəcəyik, balaca Heydəri haçan görəcəyik. Buyurun. Biz hələ Alyona ilə bitirməmişik. Alyona ilə bitirməliyik ki, biz keçək Arzuya, Leylaya və sonra digərlərinə. Amma məsələ nədir? Biz birinci kinoda Alyonanın kim olduğunu ortaya qoyduq. İkinci kinoda Alyona bala Heydəri təliyə necə salıb, onu izah elədik. Üçüncü kinoda Alyona deməli Heydərlə Bəylər Eyübovu diz üstə necə çökdürüb, onu göstəririk. Və dördüncüdə ola bilsin ki, sən efirində ekskluziv deyirəm. Azca dəyişiklik olsun. Azca dəyişiklik olsun, çünki mənə daha bir gözəl informasiya gəlib. Bu artıq mənim şəxsi qisasımdır. DTH-nın nəzarətində olan bir agenti mənə onun informasiyanı ötürüblər və o Əli Nağıyev o adamı necə istifadə eləyib, necə mənə qarşı istifadə eləyib, onu var. İndi biz düşünürük, hələ ki ssenari yazılır, amma Alyona ilə bitirməmişik. Əlimizdə çox şey var. Biraz da açıqlada. Mehman bəy, bir dənə söz deyirmirsə, bir dəqiqə. Deməli, siz keçən mənim efirimdə olanda, mənim burada nətər şəkili, siz şəkil göstərdiniz, arxada bikinisi göründü qızın. Eləmi Alyonanın? Alyona uzanıb, ağzına da kiminsə saksafonunu alıbdı. Arxadan bikinisi, yaşıl bikinisi göründü. Özü əl çəkmir, bu ancaq yaşıl alt paltarı geyinir deyəsən. Deməli, sizin burada mənim fəal nə tərəf, siz şəkili yaymadınız. Mənim fəal izləyicilərimin şəxsinə atdılar o şəkili. Elə yayıldı. Onlar da mənə atdılar və başqalarına atdılar və sizin o göstərməyiniz, arxada o bikini göstərilməsi bir daha sübut elədi ki, bu Alyonadır. Yoxsa cəmaat düşünəcəkdi ki, bu yapay zəkadır, nə bilim, nə zəkadır. İndi siz burada hansısa qüvvələr var ki, siz yayımlamayanda da zat işıq ucu göstərirsinizsə, işıq ucu qoyursunuzsa ki, yəni, bax, həqiqətdir, qalanını özləri yayımlayırlar. İndi siz bizə burada yenidən bir işıq ucu verin və daha nələri sürprizlər gözləyir bizi. Daha nə, xahiş edirəm, dostlar, əsas məsələ indidir. Xahiş edirəm, 2 dəfə efirin üstünə tık vurun, mən namuslu, şərəfli insanlara deyirəm. Baboş var insanlara demirəm. Nə bilim, o saldılar ortaya, nədir, Elizar dəliyi dardır, nədir? Onu da soxdular içəri ki, bəlkə bu bir sensasiya olar, 80 min adam baxır. O da, Alyona'nın yatırıq, Alyona'nın dururuq. Tutar getdi, başqa söhbəti eşitmək istəmirik.
Sonra Dalio'dan sonra gələcək o birisilər də. Baldızlar gələcək, baldızlar. Və Mehman bəy bizi nə sürpriz gözləyir. O bir efirlərdə açılırsan, tökülürsən, burada da açıl tökül görək. Bizi sürprizlər çoxdur. Biz araşdırmışıq ki, Əli Nağıyevə verilən ən böyük rüşvət nə olub, onu araşdırmışıq. Bizim gündəmdə var. Azərbaycanda ən varlı məmuru tapmışıq. İlham Əliyevin yanında fırlanır o. Azərbaycanda deməli Vilayət Eyvazovun villasını çəkmişik. Əli Nağıyevin villasını çəkmişik. Kamran Əliyevin villasını çəkmişik. Ondan sonra bir 7-8 seriallıq bizdə material var. Amma mən bununla da bitməyəcək. Yəni informasiyalar gəlir və hər filmdən sonra informasiya daha çox gəlir. Ona görə də hörmətli izləyicilər, popcornlarınızı hər həftə hazırlayın, Mehmanın kinolarını gözləyin və mən ümid edirəm ki, bu kinolar vasitəsilə biz Əliyevi çökdürə biləcəyik. İndi sənin sualın, mənim arxamda kim durur? Mən əsas söykənəcəyim, güvəndiyim adamlar Azərbaycan xalqıdır. Azərbaycan xalqı sözünü deyəcək. Mən sadəcə insanları məlumatlandırıram, onlara həqiqəti çatdırıram və deyirəm ki, bax, məsələ budur. İlham Əliyev bizim cibimizə girir, pulları götürür, bizi məhv eləyir. Niyə? Bir dənə Alyonaya görə. Nəticəni çıxartmaq elə bir kino olacaq ki, elə bir sezon finalı olacaq ki, biz elan edəcəyik ki, insanlar hara axışsınlar, necə axışsınlar, nələr etməlidir, necə özlərini qorumalıdır. Bax, bunları hamısını biz təlimatı olacaq. Amma o sezon, o final gecəsi olacaq, o kinoların final gecəsi olacaq. Bax, həmin o gün İlham Əliyevin, necə ki 23 yanvar İlham Əliyevin ən qorxduğu bir gün oldu. İlham Əliyevin şok aldığı bir gün oldu. Bax, o gündən hər həftə biz ona yaşadacağıq. Amma sezon finalı var. Sezon finalında mənim bu ortaya qoyduğum faktlardan sonra bu xalq meydanlara çıxmasa, demək ki, bu kinonun rejissoru bu gecələri yatmır, araşdırır, tapır, mənim əziyyətimə keyif olacaq. Mən düşünürəm ki, sezon finalı yəqin ki, bu aydan marta təsadüf edəcək. Bu qısa idi. Mən belə düşünürəm. Siz necə düşünürsünüz? Zaman göstərər. Amma sezon finalı möhtəşəm olacaq. Onu hər kəs gözləsin. Hələmiz subaylar quru savınzat götürək, hələmiz bir tərəfdə duraq. Sabunlarınızı hazırlayın və gözləyin. Sezon finalı Mehman, qardaş, bir dəqiqə, basıb gedirsən elə, sən nə həyasız adamsan. Bu atalardan, babalardan belə bir misal var idi ki, kasetdən gələn, kasetdən gedər. Qardaş, səni kasetdən də yola salmaq olmur. Bəs səni kasetdən gələn, kasetdən gedər. Qabil, bu kasetlə biz görürük ki, əsas bizə nədir vacib? Millət qızışıb, millət o deyir, artıq ümid yaranıb. Bu son illər ərzində ən çox ümidlənən bir məqamdır. İnsanlar ümidlənib, insanlar deyir ki, biz artıq həqiqətləri bilirik, biz başa düşürük ki, ölkədə nə baş verir və biz artıq cana boğaza yığılmışıq. Bizə təlimat verilməlidir. Biz bilməliyik ki, nə etmək lazımdır. Ona görə də İlham Əliyev o saxta televiziyalar vasitəsilə bu cəmaatın beynini yeyib. Bax, biz də bu kinolar vasitəsilə insanları bir prosesə hazırlamalıyıq.
o prosesə biz artıq qərar verəndə ki, insanlar hazırdır. İlham Əliyev heç bizi gözləməyəcək ki, biz meydanlara çıxaq. Özü qaçacaq ölkədən. Özü biabır olub qaçacaq, biabırçı qaçacaq. Bunun başqa variantı yoxdur. Bu belə bitməyəcək. İlham Əliyev dərk eləməlidir ki, bu belə bitməyəcək. Mən deyəmirəm, mənim içimdə qalıb. Deyəmirəm. Bizi yoxsa gecə ilə İlham Əliyev deyər ki, bu qabili mehmanı o birlər yox eləyin. Amma mən hələ onu demirəm ki, qoy biraz ümidlənsin ki, yaxşı olacaq hər şey, sığallayacaq onu. Dəhşətli bir şeylər var əlimizdə. Biz prosesləri hazırlayırıq. Artıq bu proses başlayıb, insanlarda ümid yaranıb və biz artıq Azərbaycanda söz sahibi bizik. İlham Əliyev deyil, Vilayət Eyvazov deyil, Əli Nağıyev deyil. Söz sahibi bizik. Mehman bəy, mən təxminən planlaşdırmışam efir 1 saata qədər olsun. Yəni 20 dəqiqədən 25 dəqiqəyə qədər vaxtımız var. Ona görə danışacağıq. Mehman da bugün çox efirə çıxmadı. Dünən çox efirə çıxdı. Mən bilən qədərindən indi Mehman deməli bir neçə kəlmə deyim mən bu. Azərbaycan ordusundan Mehmanın sözünə qüvvət deyirəm. Azərbaycan ordusundan dəyərli həmvətənlərim, bu ay bütün hamının maaşından 27 manat tutulubdur. Sıravi əskərdən başqa. Maxeydən tutmuş düz zabitlərə, generallara qədər və bu 3 milyona qədər pul eləyir və bu günləri də paylanılıbdır hamının kartına, görsün nə dərəcədə bilirəm. Hamının 13-14-cü maaşı köçübdür. Hamının pulundan 60-120 manat arası tutulub. Niyə? Alyona'nın Mehman deyən söhbət, Alyona'nın nədir o dədəsinə, İlham Əliyev qudasına fermalar zadlar tikir. Fermalar. Odur bax, Mehman bəy, harada ferma tikir? Keçən bu söhbəti elədiniz, biraz üstündən keçdik biz. Bəli, fermalar verilib Qarabağ zonasında və təsəvvür edin, Qarabağı azad eləyən qazilər bugün polisin işgəncə altındadır. Qarabağı azad eləyən adamlar bugün polisin qapazı altındadır. Qarabağı azad eləyən adamlar bugün polisin təpiyin altındadır. Amma Qarabağı azad etməyən, Azərbaycanlı olmayan bir Aleksandr Qonçar, Ukrayna vətəndaşı, gəlib həmin o torpaqlarda otelə sahiblik eləyir, xiyar əkir, turp əkir, biznes eləyir. Bax, İlham Əliyev bizi belə alçaldır. Bu İlham Əliyev mütləq deyil ha. Biz mütləq deyil ha İlham Əliyev söysün ki, ay cəmaət, sizin belə-belə. İlham Əliyev hərəkətləri ilə bizi alçaldır. İlham Əliyev bu xalqı öz davranışı ilə təhqir eləyir. Biz İlham Əliyevi bağışlamamalıyıq. Mən bütün hər şeyimi sizə söz verirəm ki, ortaya qoyacağam. Yetər ki, xalq, hər kəs, blogerlər mənim yanımda, ətrafımda olsun. Və biz onda çöktürəcəyik və ölkə xalqa qaytarılacaq. Sərvətlər xalqa veriləcək. Alyona kimi soslulara yox. Mən bir qısa bir dəhşətli bir video var, onu göstərmək istəyirəm. Və sözümüzə qüvvət olaraq artıq inanın Allaha bəyək Mehman Hüseynov dedi. Birinci xahiş edirəm, hamınız, bütün şərəfli insanlardan xahiş edirəm. Hamınız ekranın üstünə 2 dəfə vurun, tık tık belə vurun, bəyənin və kanalımıza abunə olun. Vallahi də, billahi də sizi xoşbəxt gələcəyə biz çıxardacağıq. Öncə mən Mehman Hüseynovdan bəzi adamlar deyirdim Mehman mehribanın adamıdır. Deyirdim. Və deyirdim Mehman petuqdur. Və belə şeylər deyirdim. Mən buradan yenə deyirəm. Mehmanın ya qabilin petuq olmağı, olmamağı kiməsə lazım deyil. Bugün Avropada 4 trilyon üdeyimi olan devletlər var. Onların başında duran qadındır və yaxud petuqdur. Xalqı dolandırmaq, xalqa xidmət eləmək lazımdır. Bu birincisi. İkincisi, qaldı Mehmandan hər zaman bütün ölkə Mehriban Əliyevanın əlindədir.
bir günde bir nazirin 3 tane villasını Azərbaycan biri o başındadır, biri başında çəkirsə, bu elə bir adam olanmazdı. Bəli, şübhələr var idi. İndi görürsünüzmü? Deyəcəksiniz ki, ay, ya bəylərin adamıdır, ya Ramiz Mehdiyevin, ya kiminsə adamıdır. Dəxli nədir? Hamısı da dolayısıyla Mehriban adamıydı da, bu birincisi. İkincisi, yaxşı, mən Mehman Hüseynovla həmən vaxtı dalaşmasaydım, həmən vaxtı bir-birimizi yeməsəydik, dalaşmasaydıq, Mehmanı Azərbaycandan buraxacaqdılar mı? Mehman, mən sənə qardaş desəm, səni Azərbaycandan buraxardılar mı? Gözəl sualdır. Gözəl sualdır. Ona görə də vaxtında söz-söhbətimiz olub. Amma sən efirdən də etiraf edirsən ki, mən nə Petiyəm, nə Mehribanın adamıyam, nə İlhamın adamıyam. Mən xalqın adamıyam. Xalqdan çıxmışam və biz yenə deyirəm ki, əsas hədəf İlham Əliyevdir. İlham Əliyev, onun sistemi. Mən sizə söz verirəm ki, hər həftə bu seriallarla göstərəcəm ki, İlham Əliyev sistemi necə idarə eləyir. İlham Əliyev bütün məmurları nə ilə əldə saxlayır? Məmurlar nədən çəkinir? Nə ilə hədələnir? Hamısını araşdırmışıq. Bizdə hər şey var. İlham Əliyevin bizdən oyun oynamaq istədi. İlham Əliyevə oyun oynamağı necə lazımdır? Onu göstərəcəyik. İlham Əliyevə şantaj necə olur? Hədə qorxu dili necə olur? Ona göstərəcəyik. Artıq göstərmişik. Ona görə də bax belə efirləri bəyənin. Bütün həqiqətləri danışan blogerləri dəstəkləyin. Siz dəstəkləyəndə bilin ki, bizim işlərimiz də yaxşı gedir. Bilin ki, İlham Əliyev də başa düşür ki, xalq bu adamları dəstəkləyir və yuxusuna haram qatır. Ona görə də biz son sözümüzü biz deyəcəyik. Dəyərli vətənlərim, vacib, çox ciddi bir sualınız varsa, efirdə yaza bilərsiniz. Mən bir ağsaqqal müraciət eləyir xalqa ilə çıxış eləyir. Çox da ağsaqqaldır. Onu qoyacağım efirə və mehmana görə çıxış eləyir. Və deməli, sizin ən kəskin sualınız olarsa, mən onu mehmana verərəm. Deməli, Mehman Hüseynov, deməli, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, başqa mövzular var. Ona toxunacaq. Qısaca bunu göstərim. Deməli, qısaca. Deməli, baxaq, Mağara Media yayımlı. Bu arada Mağara Media qardaş kanalıdır. Mağara Media yayımlayıb. Qardaş kanalı da Mağara Mediaya da abunə olmağı unutmayın. Buyurun. Artıq Mehman dedi bəyə. Heç kim qorxmur. And olsun Allaha ucedad. Millət dəhşətdir. Millət dəhşətdir. Amma bir-birindən özə bir nətər danışır. Hələ açıq danışırlar. Toyda, xeyirdə, şərdə, toplantıda, iş yerində artıq millətin gözündən qorxu gedib. Buyurun. Mehmanın bu verilişindən sonra ölkə başçısı nazirləri çıxış eləyir. Onları danlayır, ki, bu nə üçün oldu, niyə oldu? Və nə üçün Mehmanın evinə qoyulanda və yaxud o xanımın evinə qoyulanda o kamera, şantaj məqsədi üçün qoyulan kamera, niyə onu da pəs çağırıb demədi ki, bunu kim eləyib, nə üçün eləyib, niyə budur, niyə bizim adət ənənələrimizi, mənəviyyatımızı pozursunuz? Bunu kim deyər? Pəs cəmaat kimə üz tutdun, kimə desin? Kim neynəsin cəmaat, nə işliyorsun? O Büyük Britanya'nın baş naziri Margaret Thatcher bu vəzifəyə seçiləndən sonra özü üçün İngilis dilində bir müəllim tutub. Məcər xanım Thatcher öz dilini bilmir. Bilir. Söhbət ondan gedir ki, rəhbərin nitqindəki bir söz bəzən kütlələrin taleyini həll edə bilər. Qardaş, sən ölkənin rəhbərisən. Bütün ölkədə prezident üsul idarəsidir. Hər şey sənin adınla bağlıdır. Nazirlər pis işləyirsə, sən bilirsən. O biri pis işləyirsə, sənin adındır.
Heç kim bir dənə milli kadr hakimiyyətdə yoxdur. Nəyə görə? Düz diye düzdür. Rusya'nın barmağı var, şeyi var falan. Bunlar hamısı bilir. Bakın bir şeydir. Ölkə başçısının yaxşı işləri olub, çox işləri olub. Bunu qoymaq lazım bir qırağa. 44 günlük müharibə belə getdi, ay belə politologlar çıxırlar, başlayırlar tərif eləməyə. Sərkərdəmiz belə elədi, belə yıxdıq, belə sürdük, müharibənin, ay kişi qutarın bunu. Ay kişi qutarın bunu. Bu başqa söz deyil. Yığın bir yerə bir dəstə şəklində və prezidentin nəyi çatışmırsa, nəyi səhv edirsə, gedin yanına deyin, ay yoldaş, gəlin belə eləyək, bir proqram qoyun da. Bir proqram qoyun, yalandan kimi dindirirsən, hamısını dindirirsən, əksəriyyətin mən deyirəm, bəlsin çıxmaq şərti ilə. İki nəfəri çıxmaq şərti ilə. Adını da deyəcəm, üzün oyuna söhbətimiz hatta olmadı. Sərdar Zəraloğlu, bir də Əli Rəza. Bunları çıxmaq şərtilə hamısı çıxır orada başlayırlar. Prezidentimiz belə gəlir. Yəni tərifləyirlər. Deməli burada mən qısa bir şey deyəcəyəm, dəyərli həmvətənlərim. Dəyərli Sot, dinəndə də deyirlər İlham Əliyev Qarabağ aldı. Baxın dostlar, qardaşlar, nə Mehman özünü ölümə atıbdı, əlbəttə mən də. Nə Qarabağda İlham Əliyev tərəfindən öldürülən, yalandan deyirlər 3000'de, hələ orada qaldılar 3000. Ondan sonra 1200 itişim düşən var idi, çoxunu öldü. Sonra əsir dedilər ki, onlar öldü. Çoxunu meyid əvəzinə kubik bastırıblar. Qardaşlar, o torpaqlar kimə lazım idi ki, ora biz portaldan gedəcəyik. Dədə baba yurdumuzun torpaqlarını bir adama da verməyiblər. Ay qardaşlar, orada öldürülən oğlanlar nə Mehmandan, nə məndən artıq əksik deyil. Biz də canımızı fəda eləmişik. Əsil, Rus, Fars, Erməni bunlar bizim düşmənimiz deyil. Bizim heç Ramiz Mehdiyev də düşmənimiz deyil. Bizim əsil düşmənimiz İlham Əliyevdir. Bu ailəsi Əl Paşayevlər ailəsidir. Və buradan mən Mehmana bir şey deyim. Deməli, dünənləri mən bir ortaq dostumuzla danışdım. Sizin laf yaxın dostunuzdur, məndən də yaxındır sizə. Deməli, o da təzəcə ilə danışdı, elə mən də qoşuldum ora. Deməli, deyir ki, mən deyir, polkovnik idim, ya polkovnik hər nəysə MTN-də, bizdə olan çoxunu çıxartdılar o vaxt. Deyir, mən deyir, Ramiz Rızayevin gəlininlə sevişirdim. Ali məhkəmənin sədri. Deyir, opşum, sevişirdim, təzə-təzə 1-2 ay, 3 ay. Deyir, bir də soruşdum ki, sən ərin hanıdır, ərin? Sənin, məndən başqa, mən imkan olandan səndən sevişirəm, başqa kimlə oturturursan və sən necə dözürsən, özü yanıqlı qızsan da sən. Ramiz Rızayevin Ali məhkəmənin gəlini. Dedi ki, mən ərimlə axırıncı və 2 il bundan qabaq sadəcə bir döşəkdə yatmışım. O adamın mənə yaxın gəldiyi yoxdur. Mən dedi, ancaq qaynatamla yatıram. Qaynatamla dindin eləyirəm. İndi sözü nəyə gətirirəm? Sözü gətirirəm bizim dəyərli qardaşımız bu Mehman Hüseynova. Mehman Hüseynov İsmail bəyin efirində dedi ki, yaman məmur qızlarından, məmur arvadlarından yaxın olub, sevişib, neyniyib. Mehman, onlar necə sevişirlər, nə yiyirlər, sevişirlər. Biz o dünyanın adamı deyil, ona görə bir balaca bizi tanış elə də. Sevişəndə hardan başlayırlar? İncə detallar. Buyur. Detallar budur ki, mənim əvvəl münasibətdə olduğum general qızları da olub, deputat qızları da olub, İlham Əliyevin ətrafından da olub. Bunlar, sənə bir şey deyim. Bu adamlar, elita sayılan ailələr, vəzifədə olan şəxslərin övladları həmişə öz ətraflarından kayf almırlar. Bunu başa düş. Misal üçün, məndə general qızı var idi, yazırdı ki, Mehman, mən müxalifətçilərlə hoqqa vermək istəyirəm də. Yəni, mən yapıcılarla, yaltaqla... Üzr istəyirəm, o ağzının dadını bilir, o bilir ki, əsil kişilər müxalifətdədir. Kəkək, bəli, budur. Onlar, İlham Əliyevin ətrafı, nazirləri, deputatların övladları, onlar bilir ki, 72% sabunlardan bunlara xeyir gəlməz.
Ona görə də məhz İlham Əliyev, Əlin Ağayev kameranı mənim otağıma qoyurdular ki, bunlar əsl kişi necə sevişməlidir, onu öyrənmək istəyirdilər. Əsl kişi necə öpməlidir, necə yalanmalıdır, necə hoqqaları verməlidir. Bizdən öyrənməlidirlər. Bizdən. Belə soruşmaq ayıb olmaz. Arada bir yalamaq deyirsən. Mən bunu başa düşə bilmirəm. Yox, bunu mən adiləşdirirəm ki, insanlar üçün başa düşsünlər ki, Tamam, sevişmək azad. kasete bakanda şoka düşmüyor ya. Deməli, məndə hər şey olub. Məndə hər şey olub. Mən orada dəhşət şeylər eləmişəm. Qəşəng sevişmişəm, özümdən razıyam. İlham Əliyev öyrənib, Mehriban Əliyeva kayf alıb ona. Bir dəqiqə, əsas məsələ, sevişmə məsələsi əsas bizim yaralı yerimizdir. Əziz həmvətənlərim, şərəfli insanlardan xahiş edirəm, ekranın üstünə 2 dəfə tık-tıqa yaxşıdır, öyle baxış sayı 5000-dən düşməyib. 6000, 7000-ə qalxır, düşür az aşağı. Bir dənə o bəyənməni dınq-dınq eləyin, dana, burada nə var? Bəlkə burada deyim ki, 7000 baxış olsa, Mehman bir hissəsini, yatağından bir hissəsini Yaxşı, bax. 7000 olsa Mehman bir dənə hissəsini göstərəcək yatağından, özündə də kasetlər şəkillər hamısı özündə. 100%. Bir hissəsini göstərəcək, ucundan biraz göstərəcək. Ucundan. Hələ indi Alyona'nın ağzına alan şeydən də danışacağım birazdan. İndi siz deyin görək bu nə məsələdir, nədir? Ora getmə, Alyona. Mən indi əlimdə olanı yayım. Ölkədə gecə ilə inqilab olar. Gecə ilə Alyonanı İlham Əliyev yox eləyər. Sadəcə mən yenə də bir humanist addım atıram. İynəni elə bir dəfə vurmuram da, aldada, yağlıya vururam ki, incitməsinlər. Ona görə də mənim əlimdə... Onda birdən deyirəm, bu aldada, yavaş soxursan, birdən yoğun şeyə zıdır gedərsən, o yoğun şey bunlara təsir eləməz. Bəzi vaxtda birdən-birə geyindirmək lazımdır. Eləyəcəyik. Hər şey eləyəcəyik. Hər şeyin zamanı var. Hər şeyin vaxtı var. Mehman bəy deyir ki, bu dəqiqə bəyənmə sayını 3000-i keçirin, baxışı da 7000-i keçirin. Dərhal və dərhal kanalı vurublar sizə, ümid sizədir. Vurublar, hərəkət eləyin, pusat ucundan göstərəcək. Ucundan. İndi İlham Əliyev götürüb trolları bura göndərəcək ki, qoyun 7000 olsun ki, Mehman elə öz kasetləri öz yazsın. Ona görə də biz gözəl iş ortaya qoymuşuq. Effektiv Bir iş ortaya... gözəl iş qoyursan ortaya, bir o söhbəti fırlatma. Deyirəm ki, belə sən hər dəfə dindin eləyəndə sənin kasetini çəkiblər. Heç mi düşünmürdün bunu bir kameralı qız olar, kameralı otaq olar? Heç hardamı bir hiss eləmədin ki, səni çəkirlər? Yox, onu hiss eləməmişdim. Amma çəkirdilərsə o da mənim üçün problem deyildi. Yəni mən orada gözlərini eləməmişəm. Özgə vaxtı deyirsən, Əlin Ağayev işləmir. Görürsən, elə çəkib ki, səni heç ruhun da doymuyor. Deməli, yataqda normal performans göstərmişəm. Yəni, təbii. Mənim ağzımı açdırma. Təbii. Əsas odur ki, fokuslanaq Alyonaya. Alyonanın bizim əlimizdə, yenə deyirəm ki, elə şeylər var ki, onu indi paylaşsam, gecə ilə ölkəni rubilnikdən söndürər İlham Əliyev. Hər yerdə işığı söndürər, internet söndürər, ordunu. Bir də sənə bir şey deyim. Bilirsənmi son 10 gündə İlham Əliyev nə edib? Sən bilirsənmi İlham Əliyev Bakının mərkəzinə polis ordusunu yerləşdirib? Hər tində, hər bucaqda, metroda, şəhərin mərkəzi küçələrində hər yerə polis ordusunu qoyublar. Sayını artırıblar. Bu son 10 gündə bu baş verir, son 10 gündə olaylar. Mənə en qədər adam yazır ki, Mehman, Bakı mərkəzində polislərin sayı çox artıb. Bax, bir soruş izləyicilərdən, qoy yazsınlar.
Həqiqətənmi bu informasiya düzdürmü ki, polislərin sayı son 10 gündə artıb? Yazın orada. Yazın xahiş edirəm. Estoniyadan zəng eləyən adam. Estoniyadan zəng eləyən adam. Amirov. Amirov, sən mənə mane olma, Amirov. Amirov, Estoniyadan zəng eləyən. Sən də mi bunların adamısan? Zəng eləmə. Amirov. Səni mən bütün səhifələrdən blok atacağım. Deməli, Mehman bəy, Mehman bəy, o Alyona'nın ağzındakı şeydən bir balaca üstü örtülü danışım, açıq danışası deyiləm. Açıq danışası deyiləm. Bizdə o Şirinquş. o yaman yoğun şey idi elə bil. Bir dəqiqə. O heç nədir. İnanın mənə, o heç nədir. Yəni ondan da yoğun şeylər var. Biz müzakirə eləməyək də o yoğun, balaca, uzun. Söhbət o ki. Cəmaət narahatdır. O şəkilə baxanlar mənə deyir ki, Qabil, bu boyda yoğun şey Alyona'nın evi bu boydası çöldədir də, qalan ağzındadır. Dedim, ha, bədbəxt oğlu, adam var enə verir, adam var uzuna verir. İndi o da enə verir də. Amma bir şey deyim, Zəki dayı dedi ki, o Azərin şeyidir. Mən İlham Əliyevin nəslində kökündə o boyda şey, bir də yoğunluğu, o boyda şey düşünmürəm ola. O kimin şeyidir, soruşmaq ayıb olmasın Mehman. Deməli, ay Qabil, bax, onun uzunluğu, balacalığı bizi niyə narahat eləməlidir? Onun narahat olan adam Bala Heydər Əliyev olsun da. O biz niyə narahat olmalıyıq? Biz niyə? O Bala Heydər, o Alyona özləri narahat olsun. Mən yenə deyim. Qadan girən ona girir, ağrısını biz çəkirik. Bizim sərvətimiz əldən gedir. Bütün hər şeyi verdirər qaynatasına, qudalara. Yəni, buradan belə bir nəticə çıxır ki, Alyona'ya girən bizə girir. Alyona'ya girən deməli mən Bakıda Milli Məclisə hər bir aydan bir paz aparırdım. Pazları belə yığırdım, gedirdim Milli Məclisə. İnsanlar sonra deyirdi ki, Mehman, sən bu Milli Məclisə pazları aparırsan çiynində. Sonra Milli Məclisdəkilər, o deputatlar o pazları cəmaata yeridir. Eğer sən aparsan, onlar da götürür cəmaata. İndi sən demişkən, Alyona'nı biz araşdırsaq ki, nələr eləyib, nələr görüb, hansı şeylər görüb, bu bizə sərf eləməyəcək, qaqa. Bu bizə sərf eləməyəcək, ora girməyək, oralara girməyək. İnsanları... Sən canın elə bilmə, sən də nə, sən başqa efirə çıxırsan, heç olmasa işi qucu verirsən, bura gələndə heç nə vermirsən. Ver də, biraz da bizə ver. Biraz da sizə verim. Bu tuzlardır, tuz kartlardır. Bunu mən sənə buradan necə verim? Qardaş, bu səsin gəlmir. O günlər ucundan nətər göstərdin Alyona'nı, bu gün də ucundan göstər, səsi çıxacaq sonra. Yavaşca göstər, heç olmasın. Nə qaraq, subaydı, uşaqlar subaydı, çoxsu, heç olmasa qoqili döyərlər, yazıqlarına arasında. Elə şikayət sad olmasın abi. Ay, dal deşikdi nədir, sən Allah'ın elə onu. Ay, kimin dal deşiyiydi o? Sakit dur. Sakit dur. Mehman bəy. Ya belə göstər, parmaqdır, parmaq. Parmaqdır, parmaq. Amma heç bir düzəməlli şey göstərmədim ki, o günkü kimi bir nəsə qane eləsin. Elə yalanlı bir dənə şikayətə gedə biləsi bir şey soxuşdurdun ora heç. Dal deşik. Əsas bizim yeni deyirəm ki, ay Qabil, biz... Sizə bir dənə sual verim, incə sadə bir sual verim. Qadın al,
İlhamın yerinə kim olsaydı, bu balaca Heydər səhv eləyibsə da belə ayrıldılar. Ən azından özləri açıqlamazdı ha. Medialar açıqlayardı, balaca Heydər ayrıldı və sırazu balaca Heydəri başqa qızlarla göstərərdi, nə bilim neyniyərdi. Hakikaten bəlkə İlham Əliyev elə özü də gəlinlə cins əlaqəyə giribdi. Bəlkə ona görə buraxmır. Nədir məsələ? Bəlkə onların da kaseti səndə var. Sən hər şeyi qabaqlayırsan, sən hər şeyi qabaqlayırsan. Amma sən kinoları, hər şeyi vaxtında gözləsən. O qarpızı vaxtında yemək lazımdır da, yayda. Sən deyirsən ki, gətir məni qışın bu vaxtı, qarın bu vaxtı qarpız ver. Biz nəyi, o İlham Əliyev deyir, biz nəyi, nə vaxt, necə eləmək lazımdır? İnan Allaha ki, Mehman Hüseynov da nəyi, necə, nə zaman etmək lazımdır? Onu mən bilirəm və sənə söz verirəm ki, eksklüziv şeylər olanda birinci sənin efirindən sənə verəcəm. İzləyicilər baxıb sabunlarını hazırlasınlar, tüpürcəklərini hazırlasınlar. Çünki bəzən görsən ki, kiminsə imkanı yoxdur. Bir maraqlı bir şey də qaldı ki, mən bu suala cavab tapamadım efirdə. Siz keçən dediniz ki, Alyona Heydər Əliyevdən böyükdür. Amma Alyona Heydər Əliyevdən balaca görünür axı, belə figurası zadı belə balaca görünür axı. Figurası balaca olar. Alyona 24 sentyabr 1993-cü ildəndir. Bala Heydər deməli, Bala Heydər də 97-dən, hə? Qoy dəqiq deyim də, qoy dəqiq deyim. Heydər Əliyev İlham oğlu. Tak, Heydər Əliyev İlham oğlu. 97. 97 3 avqust. Qız da 93-cü ildən 24 sentyabr. Aralarında 4 il fərq var. Amma bunun bunu incələdim, anlayamadım ki. Baba bu boyda balaca boy yer pampasına oxşuyur, yaş çox, eybəcər. Bax bu nə oldu prezidentin? Hansı qarmaq, hansı cadu ilə bunu gətirər, ilişdirdilər bura? Bu hələ də o kilit nöqtəni mən tutamamışam. Kilit nöqtə çox rahat. Mən yenə deyirəm ki, Alyona Əliyeva bu Heydərin başına yataqda oynatıb, başına nə edibsə, nə edibsə çəkib. Sonra da ya Rus kəşfiyyatı, ya Ukrayna kəşfiyyatı bu Alyonanı izləyib, başa düşüb ki, bu klubdan çıxan qızdır. Bunu verbovka eləyirlər, yəni əməkdaşlığa cəlb eləyirlər və sonra da İlham Əliyevə deyirlər ki, İlham Əliyev, sən bu qızı alacaqsan. Bu qızı almasan, bu şəkilləri yayacağıq. Hansı ki, həmin o şəkillər məndədir. Vaxt gələcək, mən deyəcəm ki, İlham Əliyev, sənə 1 saat vaxt deyirəm ki, boşa onları, boşa. Biabırçılığa məcbur eləmə ki, biz o düyməni basaq, biabırçılıq olsun. Deyirsən, boşa bir tərəfdən də bunlar Vatikana belə sərmayə yatızdırıblar. Yəni, bunları haralara saparıb çıxardıblar bunu. Mehman bəy, bir sual verim qısaca. Bax, bu İlham Əliyev pusat komanda verib gündəm dəyişilməlidir. Siz də ölkəni silkələmişsiniz, aləmi vurmusunuz bir-birinə. Əcaba İlhamdırsa, siz də mehmansınız. İlham gündəmi dəyişə biləcəkmi? Bir şey bilin ki, indiki məqamda gündəmi Mehman Hüseynov təyin eləyir. İlham Əliyev bir gündəm ortaya çıxardan kimi məndə hazır kasetlər var. Hazır. Bir var ki, kinolar, bir var ki, hazır kasetlər. O elə bir gündəm olan kimi soxacam ki, gələ. Bax, gələ. Hazır var. Biz bunu imkan verməyəcəyik. İlham Əliyev bizlə hesablaşmalıdır. İlham Əliyev Əlin Ağayevi cəzalandırmalıdır və ondan sonra o tam biabır olmamış yolun yarısından da qayıtmaq bir xeyirdir. Yaxşı, Əlin Ağayevi vəzifədən sabah İlham götürsə siz dayanacaqsınızmı? Bax, bu gözəl sual oldu. Bu maraqlı sual oldu. Baxır necə Əlin Ağayev cəzalanacaq. Baxır necə cəzalanacaq. Amma söhbət burada konkret Əlin Ağayevin cəzalanmasından getmir.
İlham Əliyev ağlı başına gəlməlidir. Cəmaatın pensiyasını qaldırmalıdır, maaşını qaldırmalıdır, iş yerləri açmalıdır. Cəmaatın haqqını boğazından kəsib Alyonaya yedizdirməməlidir. Bizim tələblərimiz çoxdur. Amma o tələblərin içində Əli Nağıyev kimi oğraşların, şey güdənlərin, Vilayət Eyvazov kimi arvadı soskaların cəzasını da verilməlidir. Yəni İlham Əliyev başa düşməlidir ki, onun ətrafı İlham Əliyevi bir gün qoyun kimi bir qəpiyə satacaq. Bunu İlham Əliyev başa düşsün. Artıq satıblar da nə qalıb İlham Əliyev satmağa? Maraqlıdır. Ramiz Mehdiyev söhbəti, mən bunu siz yox idiniz. Dedim ki, ay millət, Ramiz Mehdiyevə həbs cəzası veriblər ayın 13-ünə kimi. Çox şey ortada olacaq. Üstəlik bəylər də üstünə gəldi, aləm dəydi bir-birinə. Və yaxşı, belə bir variant da ola bilər. Bunlar dalda vurulan eks məmurlar birləşib belə bir fırtına da qoparda bilərlər. Bu aydın məsələdir. Sadəcə Mehman bəy deyir ki, qalib mən çıxacam. Qalib mən çıxacam, qalib inan Allaha mənə zəng eləyirlər analar. İndi Mehmanın bilirəm də əlaqələri yoxdur. Telefonla da heç istəmirəm şey etsin, bütün nömrə zad dəyişsin. Çünki yer təsbit zad eləyə bilərlər. Ən yüksək səviyyədə qorunsun. Amma ağlayırlar. Bax, and olsun, elə özdə siyasi liderlər var, siyasi xadimlər var, yekələr var, tanınmış. Deyir, Mehman deyir, yanımda olsa deyir, ağlaya-ağlaya onu öpərəm, nə bilim. Biri deyir, əlindən öpərəm, biri deyir, nə bilim. Yəni, o qədər insanların ürəyindən tikan çıxardıq. O qədər insanlar, elə bir ailə yoxdur, bəla çəkməsin bu Əliyevlərdən. Elə bir ailə yoxdur ki, analar ağlar qalmasın. Yarısını cəbhədə qırdırdı, yarısını xəstəxanalarda. Bir dana satıb prav aldırdı, bir dana satdı, maşın aldı. Trafik canavarları, Avropada olmayan qəza Azərbaycanda. Yollar pis gündə, kəndlərin, Azərbaycan kəndlərinin yarısının yolu yox, interneti yox, suyu yox, qazı yox. Yəni dəhşətdir. Bax, mən o günləri göstərdim. Bakını eşşək arabaları, artıq 2 dənə eşşək arabası durub daldalar arabayla. Bakının zibilini eşşək arabasından daşıyırlar. O qır qazanı qaynadırlar, qır qazanı. Belə yola prob qoyurlar, deşikləri doldururlar. Belə Bakı olar, bu Sərvət Hanı, bu ölkənin nətər yidilər. Niyə Ermənistanda belə uğraşdık yoxdur? Niyə Ermənistanda Ermənistanın əskəri $1850 pul alır? Sıravi Maxay əskəri. Orada birisi əskəri yüz götürüldü demək olar ki. Niyə görə? Bunu mən deyirəm, mənə birdən inanmazsınız. Utanmadan, hamısı saxtadır. Orta əmək haqqı Ermənistanda bizdən 2 dəfə artıq. Gürcüstanda 2 dəfə artıq. Minimum əmək haqqı 2 dəfə artıq. Baxın, Elnur Məmmədov niyə saldılar içəri? General vəzifəsində olan adamı. Adam çıxdı, dedi ki, Ermənistanın maxesi bizim generaldan çox maaş alır. Və ona görə də belə elədilər. Uzun sözün qısası, çox hadisələri var. Ordunun da pulunu tutdular, Alyonaya şey tikirlər. Mənə çox israrla yazırlar ki, burada mənə yazırlar indi bəziləri Mehman bəyə sual kimi. Zaten efirimizin yekunudur. Mehman bəy bircə büyün istəmir yoraq. Deməli, Mehmanlar şərt qoysun, siyasiləri buraxsınlar. Yox, Mehman bayaqlar mən razılaşmadım Mehmanla. Mehman deyir, şeytan mələk də onu geyinsin. Qozbeli qəbir düzəldər. Nə bilim, bu yazırlar ki, siyasi məhbuslar çıxsın, nə bilim, sonra da o götürülsün. Qoy onu bir qısa deyim, qısa. Həqiqətən də belə bir imkan var idi ki, mən insanlara bu həqiqətləri çatdırmayım və İlham Əliyevlə bir neçə siyasi məhbusu bu informasiya ilə, materiallarla dəyişə bilərdim. Lakin mən demişəm ki, Mehman heç bir alverə getmir. Xalq həqiqətləri bilməlidir. Amma çox gözəl vurğulayıb ki, bunu həqiqətən də bu istiqamətdə istifadə eləmək olardı. Ki, ala 20 nəfər siyahı verirəm sənə, məhkəmədən dərhal azad edirsin, mən də bunları yaymayacam. Gündəm də Alyona olmayacaqdı. Alyonanı da yenə də mələk kimi, namuslu, qeyrətli xanım kimi tanıyacaqdılar və amma bizim qalazancığımız nə olacaqdı? 20-30 siyasi məhbusu azadlığa buraxa bilərdik. Amma mən nəyi seçdim? Mən dedim ki, qoy bu baş verməsin. Ondansa elə 10 milyon Azərbaycan xalqı bilsin ki,
bizi idarə edən şəxs kimdir? Burada biz 30 nəfəri xilas eləyə biləcəydik. Amma milyonlarla adam batacaqdı. İndi amma 20-30 nəfəri biz heç fikir vermədik. Milyonlarla adamı xilas elədik. Milyonlarla adama bilgini, həqiqətləri verdik. Bu ən doğru addım idi. Deməli, qardaş, sən o qədər dəhşət yaratmısan ki, Epstein cinayətləri qalıb Alyonanın arxasında. Alyona Popsunun dalında qalıb Alyona. Yəni, bu Epstein cinayətləri. Baxın, bayaqlar Mehman bir söz dedi, efir başlayanda. Dedi, bu o qədər qorxaq adamdır ki. Amma yaxşı, sual ortaya çıxır, bu qədər qorxaq adam, bu qədər adamlar niyə qırdırdı? Baxın, dostlar, İlham Əliyev hər dəfə o deyirdi, filan kəndlər azad oldu. Baxırdınızmı, İlham Əliyev qıpqırmızı idi. Həmən kadrlara baxın, qıpqırmızı idi. İlham içib, çəkib, nəsə eləyib çıxırdı efirə. Baxın, dostlar, İlham Əliyev bir toyuq kəsməyən İlham Əliyev bu qədər insanları niyə qırdırdı? Diri-diri insanlar öldürübdü. Diri-diri adamların ürəyini çıxardırdı. Diri-diri adamları yerə basırıb. Bakıda, ağzından attırıb Elmar Hüseynov kimi oğlanları. Niyə? Çünki Epstein adalarında İlham uşaqları qaçırdıbdı. İlham orada qızıl kadəhlərdə uşaq qanı içibdi. Baxın, İlhamın qudası, bax, hamısının adı oradan çıxıbdı. Baxın, nədir? Ağalarovlar, Araz Emin Ağalarovlar, Elmar Məmmədyarov, nədir? Nəqliyyat naziri keçmiş Ziya Məmmədov, oğlu ayı ürəyiyyən, o da gedib, onlar hamısı Epsteinə gedənlərdir. Bax, İlham Əliyev ona görə cəza, İlham Əliyev ona görə. Sonra mən prezidentəm, mən kimi qəddar adam yox. Mən cəbhədə olmuş adamam, çox qəhrəmancasına savaşan adam olmuşam. İndi bax, tutaq ki, mənə desinlər ki, səni filan kəsi öldür ki, insan, bir qarışqanı yarada bilirsən, sən insan öldürəsən. Ən azından bu ölüm cəzası belə olsa belə, Amerikada bəzi ştatlarda var, bildiyim qədərinə. Ölüm cəzası, bunu bir milli məclis, xalqın iradəsi, xalqın seçdiyi insanlar, yəni bir parlamentə tək adamlıq sistemin əleyhinə yenmə. Yəni Epstein adalarında İlham Əliyevin adı dəhşətli keçir. Bu barədə nə deyə bilərsiniz? İlham Əliyev bu qan içdi, insan qanı içdi, qudurdu. O itə ki qan verirsən, biraz o qəssablar zada kəsə verir. O qanı içəndə it qudurur ha. Bəlkə İlham Əliyev qudurubdur. İlham Əliyevin sözsüz ki, cinayətləri az deyil. Ölkədə nələr eləyir, nə hoqqalar çıxardır, biz bunu bilirik. Heç Epstein adalarına getməyə ehtiyac yoxdur. Biz elə gedib banditizmin idarəsinə girsək, banditizmin podvalına girsək, gör orada vətəndaşları necə Epstein eləyirlər. Banditizmin podvalında olunan dəhşətlər Epstein adalarında baş vermir. Yəni İlham Əliyev kayf tutmaq istəsə, o DTX-nın banditizmin podvalına gedir, çəkir və s. Yəni İlham Əliyevin bir xiyarlığı var. Yəni İlham Əliyev həm də ona görə xiyardır ki, bu misal üçün tapşırır ki, Mehman Hüseynovu tutun və Əl-Kərimli həbs eləyin, onu döyün, videonu çəkin, mənə göndərin. Onu işgəncə verin, video çəkin, mənə göndərin, baxım. Yəni bu İlham Əliyev başdan gicdallaqdır. Bu mən belə hesab elədim Mehman bəy. Mən belə hesab elədim sizin bu hansı ki deyirsə inqilab olar, ölkə çevirilər. Mən hiss elədim, biraz beynimə bir məsələ gəldi ki, Tərtər hadisələrinin birbaşa İlham Əliyevlə əlaqəsi ola bilər və başqa şeylər ola bilər ki, birbaşa xalq çevrilişə qalxa bilər və Mehman Hüseynova inanıram bu barədə. Mehman Hüseynov, icazə verirsinizsə, yoxsa mən bilirsən də çörək acından ölürəm, səhər heç yemək yeməmişəm, başım ağrıyır. Mən birazdan yemək verməzlər bu xanımı qoşmasam. Sonra da sizin yekun sözünüzü dinləyək, efiri bitirək. Mənim bütün izləyicilərim sizə təşəkkür edir. Bütün izləyicilərim. Alo. Səsin yavaşdan gəlir. Deyir o suyun lalaxanı insanın yerə baxanı. O sel gələndə birinci çör-çöp gətirir. Sən də birinci yavaşdan başlayırsan, belə pıçı-pıçı gəlirsən, sən sonra qızışırsan. Buyur. Yo. Elə sel də bizik, çör-çöp də bizik, içindəki qayalar da bizik.
Mehmanı salamlayıram, tamaşaçıları salamlayıram. Mehman, sənə bugün mən çox təşəkkür edirəm ki, bugünə kimi hər kəsin arzulayıb da, ən çox da Qabilin arzulayıb da eləyə bilmədiyini sən eləyirsən. Ona görə çox təşəkkür edirəm. Qabil hər zaman deyirdi ki, bunların kasetləri var, hakimiyyət gedənə yaxın bu kasetlər yayımlanacaq. Məhz bu sənə nəsib oldu. Şəxsən mən paxıllıq edirəm. Niyə bunları Qabil yaymadı, Mehman yaydı? Mən paxıllıq edirəm, yəni bunu açıq-aşkar deyirəm. Yəni bu hər kəs istəyər də bunu. Təsəvvür edəm Mehman, mən Azərbaycanın bütün bölgələrindən Mən küstüm, onu sual verdim mən. Mehriban adamları var bizdən yuxarılarda. Sual verdim ki, niye Mehmana verdiniz bunu, mənə vermədiniz? İki şey dedilər. Birinci dedilər Mehmanın Azərbaycandan geri çıxdı, kasetləri çəkilib və Mehmanın bunu danışmaqda deməkdə haqlıdır, haqqı var. Bu birincisi. İkincisi də dedilər səndə tormuz yoxdur. Səndə tormuz yoxdur. Yəni və o əlinə elə dəhşətli şeylər verəcək ki, dedi. Onu sıra sən verməsən ürəyin partlayacaq. Ona görə deyir ki, dedilər ki, səndən qorxuruq ki, o dəhşətli kasetlər hansı ki, etap mediaya çıxmalıdır. Onu Mehman elə çıxardacaq. Qardaşı da Mehman da dedi, kəm hövsələdir. Qardaşı nəzarət eləyəcək. Amma dedi, sənə yox dedi. Sənə yox. Mən yoxsa içinə cəhənnəm. Bölgələri ilə danışıram. Azərbaycanın bütün bölgələri ilə danışıram. Bəlkə də bu dəqiqə hər kəsin ürəyində bir arzu var ki, Mehmana bir təşəkkür eləsin, sağ ol desin ürəkdən ki, təsəvvürlə ki, sən Mehman, bunların ürəyində necə qisas hissi varsa, o qisası bax belə alırsan. O balaca heykəltaraşlar var, zat varsa, o Azərbaycanda hər yerdə var da, xaricdə. Heykəltaraşlar plastilindən da bir Mehmanın heykəlini plastilindən da düzəldir. Qoyun buralara, qoyun da bir yerə. Buyur. Mehman nəsə demək istəyir, gözlə. Mən də təşəkkür edirəm xanıma və bütün izləyicilərə ki, bizə baxırlar, bizə inanırlar. Bizə çox təəssüf ki, hal-hazırda İlham Əliyevin ətrafında, ailəsindən baxan da var. Bizə Nağd Əli Nağıyev baxır, onun paqonlarına tüpürüm. Vilayət Eyvazov baxır, polislər baxır, mərd insanlar baxır, şərəfli insanlar baxır. Qeyrətsizlər də var aralarında İlham Əliyevin ətrafında. Ona görə də bizi izləməyə davam eləyin. Hələ bu sonun başlanğıcıdır. Budur ki, maraqlısı budur ki, mən elə belə məlumat almıram amma Beyləqanda gizli Yahudi var. Eşitmişəm, Beyləqanda. Bakıda da var. Ukraynalı da var. Ha, Mehman üçün cadugarlara da adam göndəriblər. Bunun məlumatını almışam mən. Nə arayacaqsınız? Mən 8 ildə mənim ağzımı bağlaya bildinizmi ki, Mehmanın da ağzını bağlayın. Buyur. Buyur. Allah koruyana bəndə eləyə bilməz. Bəndə kimdir ki, Mehmanı Allah qorusun. Bütün xalqın duası, mənim duam, sənin duan, hər kəsin duası bugün Mehmanın üzərindədir. Ona görə ona heç bir namərd heç bir şey eləyə bilməyəcək. Çünki bugün Mehman sırf xalqın istədiyini yerinə yetirir. Sırf xalqın dili ilə danışır Mehman. Onları Mehman öz silahları ilə vurur. Qaldı ki, Mehmanın kasetini çəkiblər cəhənnəmə çəksinlər. Yayımlayacaqlar, belə cəhənnəmə yayımlasın. Bu adi, yaxşı şey eləyib. Sonra gedin yayımlayın. Daha o zaman deyil, anlamırlar ki, nəm kimləri kasetlərlə susturdular. Artıq 21-ci əsrin artıq yarısındayıq biz. Qoy çəksinlər. Cəmaat onu, nə bilim, kinolarda pulsuz göstərir. Hə, Mehman, dəstəyin də yuxarıdandır. Vecinə də alma, Bəlkə də Əli Nağıyev özü üçün çəkdirir, varvadı ilə oturub bütün günü sənə baxır. Belə düşün günə. Obşum, yaxşı, bir sual da mən sana verim, bir sual. Mehman Hüseynovun bu başlatdığı hərəkatdan İlham rədd oldu, çıxdı, getdi də, bu daha da qızışdı, daha elə şeylər ortaya atdı ki, xalq zəncir gəmirir, indi hələ deyir nələr var, nələr. Yəni, Mehman ta ki, bu hökumət getdi, bax, bu, hər kəsə sual verirəm, tək sizə yox, yazın, Mehmana nə hədiyyə eləyərdiniz? Məsələn, indi ola bilər, hə, məsələn, deyək ki, prezidentliyə namizəddə olsa, ona səsimi ona verərəm və neyin yaram, o heç o başqa məsələ. Bax ki, ümumiyyətlə bir şəxs kimi, hələ bir gözlə, hələ sən gözlə bir, mən cəmaata çatdırım hələ fikrimi.
Bax, mehmana nə hədiyyə eləyə bilərsiniz? Bəzi deyəcək qurban kəsərik, bəzi deyəcək falan hədiyyə, bəzi deyəcək nə. Bax, nə hədiyyə eləmək istəyərdiniz? Necə təşəkkür eləmək istəyərdiniz? Bax, mehman qabağınızdan çıxdı bax. Birdən gəldi Azərbaycan. Necə təşəkkür eləmək istəyərdiniz mehmana? Siz burada telefonda deyin, amma cəmaət də yazsın. Mən mehmana buradan da təşəkkür edirəm. Çox sağ ol deyirəm. Alnından öpürük. Qardaşımsan, canımızsan, ciyərimizsən. Sən bugün Əliyevlər ailəsinin əxlaqsızlığını, dildə danışan əxlaqsızlığını əməldə ortaya qoyubsan, əməllərini ortaya qoyubsan, kasetlərini ortaya qoyubsan, xalqın gözünü açıbsan. Bugün xalq qorxmur məhz sizlərə görə. Bugün xalqın üzərindən qorxu götürülüb məhz sizlərə görə. Sizlərin sayəsində bugün xalq Azərbaycanda öz sözünü deyir. Mən hər zaman artıq son zamanlar Qabilə deyirəm, söymə. Çünki artıq Azərbaycanda söylür. Ya dəliyim söyle, praktika mısın kasetini koyup ortaya. Yani o da bak Alyona'nı koydum, paylaştık orada burada. O da böyle Süleyman ham paylaşıp. Dəliyim de o. Söyüşdən də betərdir. Metodika bitti, metodika, praktikadır, praktika. Bəli. Mehmana biz bilmirəm, Mehman povestini oxumusunuzmu, oxumamışsınız bilmirəm. Mən oxumuşam. Mən Mehmana oradakı Mehman olmağı arzulayıram. Hər zaman Zaten ondan beter olur, xəbərin yoxdur. Bəli, əqidəli, nə olur olsun. Biz bu yolda çox əqidəsini satanlar gördük. Zaman oldu, çətin durumlarımız oldu. Bax, bugün qarşınızda gördüyünüz Qabilə əqidəsini satmadı. O qədər təkliflərin qarşısında. Əqidənizi satmayın. İnsanı hər zaman başı ucu eləyən onun əqidəsidir. Sabah hər kəsin qarşısında siz deyə biləcəksiniz ki, biz hər şeyə tüpürdük. Yalnız xalqın yolunu seçdik. O gün mən efiri izləyirdim, Mehman efirə çıxanda. O ağsaqqal, zəng vurub neçə yaşı var, onun 70'ə yaxın yaşı var. Elə insanlara görə əqidəni satmaq günahdır, haramdır. Elə insanlar bugün sizdən nəfəs alır. Elə insanların siz bugün sözünü deyirsiniz. Problemlərini Çox doğru. Bugün siz bu ərsəyə gəlmisinizsə, o insanların sayəsində gəlmisiniz. Bunu unutmayın. Vallahi billah. Buyur, sağ ol. Çox doğru. Buyur. Mən bu indiki vəziyyətdə bizim uduşumuz və xoşbəxtçiliyimiz həm də ondadır ki, insanlarda bir ümid yaranıb. O ümidi biz təsdiq eləməliyik, biz o ümidi dəyərləndirməliyik və insanlara inşallah bu yaxınlarda şad xəbərlər deyəcəyik. Ümidinizi öldürməyin, ümidinizi itirməyin, inanın, mən sizə söz verirəm ki, dəhşətli şeylər olacaq. Mehman Bey, son olarak bir şey diyeyim size. Alyona 4 daha dəhşətli senariləri dediniz və daha dediniz hələ sürprizlər də ola bilər, deyilməyən şeylər. Və Alyona 4 haçan yayınlanacaq, onu biz... O olacaq gələn həftə. Gələn həftə 1, 2 ya 3-cü gün inşallah olacaq və kinonun davamı hələ var. Kinonun davamı hələ var. O kalendara baxım gələn həftə. Deməli dostlar gələn həftə ayın neçənci günü dediniz siz ola bilər? Fevralın 9-u, 10-u, 11-i. Bu 3 gün ara. Sən dəqiq bilirsən tarixi, amma mən aldadıram da. Çünki Əlin Ağayev hazırlıq görməsin. Səndən bir xahişimiz var, dünən özünə də demişəm. Nömrə işlətmə. Kimlənsə əlaqə saxlama, kimlənsə görüşmə. Qardaşından başqa, qardaşın Emin Hüseynovdan başqa heç mənə də güvənmə. Doğru. Heç mənlə də salam verib görüşmə. Heç kimsə. Daimi polis koruması altında ol. Allah uğruna xeyir versin. Mən demişdim ki, kim İlham Əliyevi hansı gücün sayəsində dəyişəcəksə, o adamı mən çiynimdə hərləyəcəm. Hazır olarsan bir neçə 100 metrə zad oralarda yer. Həmən vaxtda biraz az yersən, qarnında çox ağır olmayarsan, səni mən çiynimdə hərləyəcəm. Mehman, sağ ol, var ol. Daşaqlarını da boynundan asarıq ki, belə rahat gəzin də sənin üstündə. Nə harda medalları? Daşaqları, medalları yox. Elə bir demirsən çiyninə götürəsən məni. Ha,
belə asaram ki, yəni söz sahibi bizik. Yok ben kuruşken taşla atacağım oradan. Merhaba. Elzem Vatanım sonunda Mehman yayınma sözlüyü özgürlüğü- tələdi getdi. bir tane söz istedim Mehmanların kalsın gelen defiye cevabımız. Xahiş edirəm günün qəhrəmanı Mehmandır. Ne dese yola vermək olar. Deməli bax bu bəyənməni biraz artırın. Bəyənməni artırın. Yayımımız daha geniş olsun, daha süper olsun. Baxış sayımız. Və indi mən bir dənə də söz verirəm ki, bax burada efiri bitiririk zaten. Görürəm Mehman yoruluqdur, yoxsa mən bir 5-10 dəqiqə də uzadardım. Amma ki, bax burada mən çəkəcəyəm Mehman Hüseynov qutarandan sonra. Mən burada çəkəcəyəm yayımımızı, baxış sayımızı. Sabah sizə göstərmək üçün. Biz də yayım qutaranda bunu çəkmək olur və sabah sizə göstərmək üçün bunu eləyəcəm. Ay Mehman, nə tərdi vəziyyət? Arada soxdun, qaçırsan. Arada ol. soxdum. Məhbudar ol. Gecən seyrə, bütün izləyicilərə gözəl yuxular, gözəl gecələr. Ailənizi sevin, ailənizin dəyərini bilin. İlham Əliyev kimi şakallara, onun polislərinə, onun trollarına inanmayın. Həqiqət bizdədir. Gecən seyrə. Sağ olun, var olun, bərxudar olun.